Deməli Zeynəb, sualım budur ki, müasir dünyada bir çox insanlar belə bir rituallar edirlər. Təbii daşlar və yaxud da ətirlər özləri hazırlayırlar evdə. Yəni bunu satan insanlar var. Bu ətirlərə, bu təbii daşlara və yaxud da rəsm əsərləri, yəni rəssamdır, bacarır, ə, rəsm əsəri çəkir və deyir ki, bura hiss yükləyirəm. Yəni emosiya yükləyirəm və bunu satıram. Belə deyim ki, emosiyalarını satırlar sanki. Enerji satırlar sanki. Və bu insanların çoxusu buna maraq salır, çünki asan versiyadır. Və siz nə düşünürsünüz? Nə qədər doğrudur, yəni ki, biz birindən bir şəkil, bir ətir, bir təbii daş alırıq və yaxud da bir əşya alırıq və yaxud da pulqab alırıq ki, oradan bizə bolluq gələcək, bu şəkildən bizə qadın enerjisi gələcək, sevgi gələcək və yaxud daşdan bizə uğur gələcək. Gətiririk evimizə, onu istifadə edirik. Yəni bu nə qədər doğrudur? Nə qədər, belə deyim, necə deyim sizə, səmimi, nə qədər həqiqətdir. Təşəkkür edirəm. Qəşəng sualdır. Bu gün elə deyərdim ki, aktual da mövzudur. Çünki insanların inancına fərq yoxdur, hansı inancda olur olsun, böyük maneədir. Əslində neqativ tərəfdən yaxınlaşmağını görmürlər də. Bu yaxınlıq ki var, cansız ünsiyyət, o cansız bildiyimiz əşyalar ki var ki, təbii ki, əgərlər biz tam, yəni dərin düşüncə ilə düşünməmişiksə. Təbii ki, biz elə biləcəyik ki, biz hansısa şəkil həyatımızı dəyişəcək, təbii ki, hardasa biləcəyik ki, hansısa daşlar bizim həyatımıza təsir qoyacaq. Amma bu insanlığı aşağı çəkir. İnsan olaraq insanın böyük və üstün varlıq olduğunu unutdurur insana. İnsan özünü müqayisə etməyə başlayır. Bu tam şuurlu özünü başlayır müqayisə etməyə, amma fəsadları barəsində düşünə bilmir ki, nə fəsadları ola bilər, hansı fəsadlar ola bilər. Bu fəsadlar səthi fəsadlar deyil, çox dərin fəsadlar. Çünki misal üçün deyək ki, bir insan həmişə bir daş ona uğur gətirir kimi belə bir şey düşünürsə, o daşı həmişə üstünə gətirirsə, amma fərqində deyilsə, o daşa fokuslu olduğu üçün daşında tərkib hissəsi var. Daş özü özlüyündə ümumiyyətlə heç bir səmavi kitablarda, ümumiyyətlə heç bir elmdə cansız kimi göstərilmir. Cansız deyil, əslində döyüntüsü var, amma insan qədər deyil. Yəni insan daha üstün var. Ona görə insan orada daha çox fokuslanır ki, daş ona uğur gətirər, o insanı daşlaşdırar. Yəni bu mənada ki, insanın yəni həqiqi həyatda, həqiqətə söykənən həyat tərzində onun dövriyyəsini zəiflətdirəcək. Yəni düşüncə tərzini aşağı salacaq. Dərin düşünməyə imkan verməyəcək, icazə verməyəcək ki, nə lazım olsa o daşa müraciət etmiş olur. O daşdan, sanki o daş uğur gətirəcək. O daş ona uğur gətirə bilər. O daş ona həqiqətdə də uğur da gətirir. Amma o demək deyil ki, daş uğur gətirir. Uğur gətirən, o daşı uğurlu eləyən insan özüdür. Çünki daşa inanmır ki, o əslində insan öz zatına inanır, fitrətinə inanır, həqiqətinə inanır. İnsan həqiqətə inanaraq daşa inanır və belə müqayisə edirsə, sanki elə bilir ki, daş ona uğur gətirir və yaxud hansısa bir şəkil ona uğur gətirir. Uğurlu insan özüdür. Yəni bir uğurlu varlıq varsa bu aləmdə, o da insandır. Bunu da təbii ki, fərqində olaraq, dərin düşüncəsi olan insan, fərqindəlik yaşayan insan, mehriban, səxavətli olan insan, hə, təbii ki, daşı götürər əlində dirildə də bilər. Daşa bir dirilik götürə bilər. Və yaxud da o rəsm əsərinin aldı gətirdi. Mən qadın enerjisini yükləmişəm, apar as evindən. Hər zaman və gələcək bu sənə. Baxın, burada həqiqətən də ora emosiya yüklənir. Yoxsa bu yenə də sənin özünü nə qədər qadınsansa, o qədər dərəcədir. Yəni burada rol nə oynayır? Təşəkkür. Nə qədər qadınsansa, o qədər qadınlığı hiss edəcəksən. O da primitiv. Təbii ki, onsuz da sən ona qədər də elə edin. Mənasız bir şey olur. Çünki ora qədər onsuz da sən deyil. Ancaq mən öz deyək ki, hansısa bir informativ yüklər kimi hadisələrin
kişi enerjini yüksələcək. Yox, o nəsə kişi enerjisini yüksəldirsə, mümkünsüzdür ki, kişi özü öz sferasında elə yüksək bir varlıqdır. Nəsə belə bir şey yüksəkdir. Ola bilsin ki, hansısa bir depressiv halını müşahidə edərək kimsə onu manipulyasiya edir və o cür rəsm çəkir və yaxud da ki, yazır və yaxud da ki, kodlar yazır. O onu bir yerə qədər apara bilər. Çünki insan özü zatı yəqin istəyir. Təkrar edirəm daha doğrusu ki, inanca dayanan bir varlıqdır. O istəyir inansın, istəyir inanmasın. Hər halda bir inanca dayanan bir varlıqdır. Yəni ona stimul verən elə onun inancıdır. Onu hərəkətə gətirər, qadın enerjisini yüksəldər. Əgər qadının bu enerjisi aşağıdırsa düşünür ki, bu hal, bu yazı onun enerjisini yüksəldəcək. Yox, zaten onun fitri halı aktiv olmalı ki, qadın enerjisi üstün və yuxarı olsun. Və yaxud da kişi hansı ki, enerjisi aşağıda düşünür ki, onun kişi enerjisi yuxarı olmalıdır. Və yaxud da ki, deyir ki, panikası var, deyir ki, bu yazını saxla üstündə panikanı deaktiv olacaq. Yox, onu deaktiv edən insandır. Başlayanda insandır, bitirən də insandır. Və sahibi də həqiqəti deyardır. Yəni, bütün mövzuların sahibi, çünki sahibi var hər şeyin və insan da sahibi var. Təbii ki, hər şey həqiqətə dayanır. Həqiqət də dərin düşüncədir. İnsan dərin düşünmədikcə həqiqətin nə olduğunu bilməyəcək. Sərt yaşadıqca da səthi də onun üçün axar olacaq. Hər şeydən narahat olacaq. Məsələn, deyək ki, əgər qadın enerjisini yüksəldəcəksə, bu qadın enerjisini xərcləmək barəsində axı bunun məlumatı yoxdur. Yəni belə başa düşürəm ki, əsas təfəkkürdür. Yəni zaten sən təfəkkür edən qadınsan. Yəni qadınlığı təfəkkür etmək bir də olduğun şey qəbul etməkdir. Yəni qadınamsa, bir də verəm sənə qadına. Zaten bu özü yüksək bir bu həqiqətən də mən nəyəm? Bunun özü artıq başqa bir yerdə nəysə alıb qaldırmaq. Təbii ki, yəni qadın yenə də deyirəm, mən bir neçə dəfə demişdim, qadın olaraq yəni düşüncədə qalmaq, elə qadın olaraq düşüncədə qalmaq. Yəni silsiləvi yüksəlmə var da qadın üçün. Siz qadıncısa xanım olmalı, xanımdırsa xatunluğa getməli. Yəni bir yollar keçməli. Buradakı enerjisi fərqində olmalı. Yəni enerjisinin fərqində olmağından ötürü birinci özünü bir xanım olaraq görməlidir. Yəni özünü xanım olaraq görmürsə, ətrafdan da narazılığı budur ki, mənə diqqətə olun göstərilir. Yəni çünki ona görə göstərilir ki, heç kəs o cür görmür axı. Yəni o cür görmür. O cür o xanımda enerji yoxdur, o cür təqdimat yoxdur. Fitrətində var, amma aktivləşdirmir. Aktivləşdirməməyində yəni bilə-bilə eləmir bunu təbii ki. Fərqində deyil. Və fərqində olanda onun üçün elə bir böyük bir çətinlik, hesabat belə bir şey qalmır. Xanım fərqində olanda, öz xanımlığının fərqində olanda maksimum o xanım hər sferada dəyərlidir. Bizimki bizim Azərbaycan xanımları dəyərlidirlər, dəyərli olublar, dəyərli olacaqlar. Həmişə dəyərlidirlər. Xanımlıqların fərqində olan xanımlar onlar üçün heç bir nə şəkilə, nə daşa, nə bir hansı bir kənar müdaxiləyə ehtiyac yoxdur. Sadəcə fərqində yaşamaq lazımdır. Bu qədər.